Ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyatı dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədi ilə Mərkəzi Bank aidiyyatı dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır. Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmə imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliyin artırılmasına dəstək göstərməkdir. Xatırladaq ki, bir müddət əvvəli ekspertlər tərəfindən əmək haqqı və pensiyaların vətəndaşın istəyinə uyğun olaraq istənilən bankdan almaq imkanı tanınacağı açıqlanmışdı.